1990-cı il 17 yanvar. Azərbaycanın şimal qapısı Yalama və Xuda stansiyalarında imperiyanın ağır silahlarla yüklənmiş qatarlardan ibarət eşalonu dayanmışdı. Yönü azadlıq hərəkatının baş qaldırdığı Bakıya doğru idi. Xaçmazlar və ətraf rayonlardan olan insanlar hər tərəfdən axşaraq Xuda stansiyasının platformalarını mühasirəyə almış, ağır silahlarla dolu qatarların irəliləməsini əngəlləmək üçün canlı sipər yaratmışlar. Qanlı hadisələr yanvarın 19-20-sində Bakıda baş verdiyi üçün əsas diqqət də paytaxta cəmlənir. Regionlarda gedən proseslər kölgədə qalıb. Yaxşı ki, hadisələrin canlı iştirakçıları var. Müsavat Partiyası Xaçmaz Təşkilatının sədri Ramazan Əliyev o günləri belə xatırlayır. Dəmiryol stansiyasının növbətçisi rəhmətlik Hacı dayıdan xahiş etdik ki, hərbi qatar Xuda stansiyasına yaxınlaşanda bizə desin. Artıq gecə saat 11-in yarısı idi. Hacı dayı bizə xəbər verdi ki, hərbi qatar Xuda stansiyasına daxil olur. Biz ondan xahiş etdik ki, qatarı saxlasın. Mən kiməm ki, qatarı saxlayın dedi. Onda biz özümüzdən ixtiyarsız əlimizi hansı pulta gəldi atdıq. Bu vəziyyəti görüb Hacı dayı qışqırmağa başladı. Sonra özü hər şeyi yoluna qoydu. Hadisələr bundan sonra daha da qızışdı. Bizə kömək lazım idi. Qatar dayanmışdı. Artıq hökumət adamları da burada idilər. Sonra Xaçmazdan cəbhəçilər və şimal rayonlarından ardı arası kəsilmədən köməyə gəlirdilər. Gecə saat 2-də danışıqlar başladı. Rus hərbçiləri ilə danışıqları AXC-nin Xaçmaz şöbəsinin sədri Müqəddəs Mehdiyev və məclis sədri Atabala Osmanov aparırdı. Hərbi eşalonun komandiri idi ki, yolu açacaqsınız, açılmayacağı təqdirdə mən heç kəsə rəhim olmayacaq, nə qadına, nə uşağa. Çox sərt mövqe bildirdi. Biz ona bildirdik ki, artıq qatar istər arxadan, istərsə də qarşıdan, yəni Xaçmazda irəlimək imkanı yoxdur, müqavimət olacaq, qatar Bakıya heç bir halda buraxılmayacaq. Yanvarın 18-də Xalq Cəbhəsi Xaçmaz şöbəsinin növbələnçənar toplantısı olur və qərar qəbul edilir ki, Rus hərbçiləri ilə danışıqlar davam etdirilsin. İdarə heyətinin üzvü şair Əliyar Ələsgər danışıqlar aparmaq üçün Yalamaya gəlir. Avtobus Yalama stansiyasına çatanda stansiyanın 4 platformasında hərbi eşalonun dayandığını görürlər. Getdik dispetçer tərəfə. Gördüm ki, orada 5-6 nəfər hündür boylu cavan oğlanlar rəisi sıxışdırıb küncə və itham edirlər ki, sən nəyə görə açmısan yolu? O da çıxılmaz bir vəziyyətdə qalmışdı. Mən yaxınlaşdım və dedim ki, aralanın. Onlar aralandılar. Mən rəislə bərabər onun deməli kabineti tərəfə getməyə başladıq. Yolda mən onu sakitləşdirməyə çalışdım. Mən soruşdum ki, bu eşalon hara gedir, nə məqsədlə gedir? Rəis dedi ki, mənə heç bir məlumat vermirlər. Xahiş elədim ki, get sən komandiri çağır, deyək ki, səninlə danışıqlara gəliblər. Dedi ki, komandir danışıqlara gəlmək istəmir. Onda mən soruşdum ki, Moskva telefonu hansıdır? 4 dənə telefon vardı. Biri ağ telefon idi, biraz da böyük telefon idi. Dedi ki, budur. Mən dəstəyi alıb yerə qoydum. Dedim ki, get komandire deyək ki, səni Moskvaya telefona çağırırlar. O getdi və birazdan gördük ki, komandir 5 nəfər avtomatçıyla gəldi. Əliyar bəy təəccüblənir ki, bunlar niyə silahsız adamların üstünə silahla gəliblər? Sonra başa düşür ki, ehtiyat ediblər. Komandiri girov götürə bilərdilər. Bu arada stansiyanın sahə müvəkkili Xudat şəhər sovetindən də 3 nəfər nümayəndə gəlir. Və biz əyləşdik. Mən ondan soruşdum. Siz hara gedirsiniz? O dedi ki, biz Kirobada gedirik. Və hətta çıxarıb sənədlərini də göstərdi ki, orada doğrudan da Kirobad yazılır sənədlərində. Mən dedim ki, Kirobad haradır? Azərbaycanda Kirobad yoxdur. Və qoltuğumdan qələmi çıxarıb uzatdım, verdim ki, al onun üstündən belə xətt çək, yaz Gəncə. Alıb doğrudan da bir kişilik elədi. Üstündən xətt çəkib Gəncə yazdı. Bu mənim xoşuma gəldi. Dedim ki, hə, biz səninlə dil tapa bilərik. Əliyar bəy komandirə deyir ki, siz maşinistləri niyə həbs etmişsiniz? Mənə şikayət edirlər ki, onları nahar etməyə buraxmırlar. Komandir cavab verib ki, həbs etməmişik. O zaman onları nahar etməyə buraxın, deyir. Komandir razılaşır. Bir nəfərə tapşırır ki, maşinistləri uzaq kənddəki tanışının yanına aparsın, çörək versin. Mən deməmiş qayıtmasınlar. Birdən komandirin vəziyyəti dəyişdi. Haldan hala düşdü. Dedi ki, bəs
mən danışıqları uduzdum. İndi mənim də keyfim açılıb. Deyirəm ki, hara uduzdun? Tankın topu burada yanında, əskərlər bir də silahlı, döyüş olmadı, o birisi olmadı. Nətər uduzdun ki? Dedi ki, yox, sən maşinistləri aradan çıxartdın. Mən dedim, çörək yeməkdilər də. Dedi, axır qayıdacaqlar. Dedim, əlbəttə qayıdacaqlar. Dedi, qatarı da sürəcəklər. Dedim, hə, qatarı da sürəcəklər, amma Bakıya yox, Moskvaya. Mən dedi ki, bəs indi neyniyək? Mən dedim ki, heç nə, yığışın, qayıtın, çıxın, gedin. Dedi ki, mən öz başına gedə bilmərəm, mən əmr yerinə yetirirəm. Dedim, lap yaxşı, onda Moskvadan danış. Zəng elədi Moskvaya, o dedi ki, razışiti dalajit abstanovku. Tavariş General Burgomistrov. General buna diqqətlə qulaq asdı və sonra dedi ki, saat 4-də mən sənə bir söz deyərəm. Və beləliklə bunlar getdilər öz yerlərinə. Biz də getdik oradakı kafeyə. Saat 4-də gəldik. Zəng gəldi Moskvadan. Və oradan dedilər ki, mən də yanlarında qulaq asırdım. Dedilər ki, qayıtın gəlin. Mən də maşinistləri çağırdım, qayıtdılar. Hava və gəmi nəqliyyatından istifadə edən rus cəlladları yanvarın 19-dan 20-sinə keçən gecə tanklarla Bakıya, dinc əhalinin üzərinə hücum etdilər. Rəsmi məlumatlara görə 147 nəfər həlak oldu, 800-dən çox insan yaralandı, minlərlə adam qanunsuz həbs edildi. Faciənin səbəbləri xalqın müstəqillik istəyi və Sovet hakimiyyətinə etirazı, Selinin güc yolu ilə milli azadlıq hərəkatını boğmaq cəhdi, Ermənistan-Azərbaycan münaqişəsində SSR rəhbərliyinin bir tərəfli siyasəti idi. 20 yanvarın əhəmiyyətinə gəlincə isə, bugün Azərbaycanın azadlıq, müstəqillik uğrunda mətin mübarizəsini tarixə yazdı. İmperiya məqsədinə çata bilmədi. 20 yanvar hadisələri xalqın birliyini daha da gücləndirdi. Azərbaycanın müstəqilliyin bərpasına gedən yolu sürətləndirdi. Çox keçmədi, cəmi il yarım sonra Azərbaycan müstəqilliyini elan etdi.